Pasiyent xanımdır, 52 yaşı var. Şikayətləri ayağında kapilyar görüntüsüdür, estetik narahatçılıqdır və müraciət edir. Doppler edib baxırıq ki, içəridə ana damarda qüsur var, yoxsa yoxdur və ona uyğun da həmin estetik damarlarla bağlı yekun qərar veriləcəkdir. Müayinə zamanı diqqətimizi çəkən nədir, maraqlı bilməkdən? Yeraltı vena həmin dərin damardan daha böyükdür. Ölçü olaraq təxminən 2 sm-yə yaxın genişlik gəlir. Amma bu damarda reflüks dediyimiz qanın geri axını yoxdur. Təkrar bir də görüntünü alırıq. Reflüks yoxdur. Yəni, varikoz damar əməliyyatı üçün damarın heç də böyük olması əsas deyil. Burada damarın ölçüsü normadan təxminən 4 dəfə, 5 dəfəyə yaxın böyükdür. Amma buna baxmayaraq bu damar sağlam damardır, əməliyyatlıq damar deyil. O baxımdan varikoz damarlarına dair əməliyyat qərarı verərkən həm ölçünü qiymətləndirəcək, həm reflüksu qiymətləndirəcək, həm xəstənin qarşıda olacaq həyat planlanmasını qiymətləndirəcək. Yəni, bu adam davamlı ağır işlə məşğul olandırmı, qarşıda hamiləlik planlaşdırırmı, çəkisi necədir və s. Bunların hər birini ölçüb biçəndən sonra yekun olaraq əməliyyat qərarı verilə və ya verilməyə bilər. Məsələn, bu pasiyentdə əməliyyat ehtiyacı yoxdur.